Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün mən sizə Azərbaycan dilinin diqqətli olmaq lazım olanlar silsiləsindən bir sual daha izah edəcəyim. Burada 2 dənə cümlə var. Deyir, pisə pis, pisi pis, əyrini əyri, düzü düz demişəm. Pisi pis, əyrini əyri, düzə də düz yazmışam. İndi baxın, burada pisi sözü isimləşmiş sifətdir. Pis necə i şəkilçisi burada hal şəkilçisidir. Yenə əyri sözün köküdür. Ni təsirkar şəkilçisidir. Nitq səs kimi sifətdir. Burada da düz sözün köküdür. Ü sifəti artırılmış isim düzəldən şəkilçisidir. Bu da nitq səs kimi isimləşmiş sifətdir. Amma burada gördüyünüz pis, burada gördüyünüz əyri və burada gördüyünüz düz sözləri zərfdir. Yəni pisi necə demişəm? Pis demişəm. Düzü necə demişəm? Düz demişəm. Əyrini necə demişəm? Əyri demişəm. Burada gördüyünüz bu sözlər nədir? Zərfdir. Pisi pis, əyrini əyri, düzü də düz yazmışam. Burada da eyni şəkildə pisi sifətdir, əyrini yenə sifətdir, düzü yenə nitq səs kimi nədir? Sifətdir. Amma burada düz yazmışam. Necə yazmışam? Əyri yazmışam. Necə yazmışam? Bir də pis yazmışam. Necə yazmışam? Olanda burada zərf olur. İndi sizə mən bir dənə də misal verim, nümunə yazacağım bura. Bir də belə bir üçüncü nümunə var uşaqlar. Bura yazırıq. Deyir ki, pisə, burada zaman pisə pis, əyriyə əyri, düzə də düz deyərlər. İndi uşaqlar, bax burada isə vəziyyət dəyişir artıq. Burada yenə pisə sözü nitq səs kimi sifətdir. Yönlü hal şəkilçisi qəbul edilmiş sifətdir. Yenə əyri sözü yönlü hal şəkilçisi qəbul edilmiş sifətdir. Düzə sözü yönlü hal şəkilçisi qəbul edilmiş isimdir. Amma buradakı əyri sözü, buradakı pis sözü, buradakı düz sözü isə nitq səs kimi uşaqlar nədir? İsimdir. Yəni bunlara, bu tipli suallara diqqətli olmaq lazımdır. Ona görə də uşaqlar bu videolarımı izləyin, bəyənin, paylaşın. Daha fərqli, bu tipli sizin çaşdıracaq suallara və mövzuları öyrənmiş olasınız.